Siz heç bilirsiniz, pirajkilər üçün qaynatdığımız kartofun suyundan pirajki xəmirini əlavə etdikdə yumuşaq pambıq kimi pirajkilərimiz alınır. Mən də hardasa bir ildə öyrənmişəm. Həqiqətən çox super olur. Xəmirinə 1 kiloqram un, 1 ədəd maya paketdə olanlardan, 1 yumurta, 2 xörək qaşığı mayonez, 1 xörək qaşığı duz, yarım xörək qaşığı şəkər tozu və biraz da duru yağ əlavə edib və götürdüyümüz kartofun suyundan üzərinə də biraz adi su əlavə edib ilıq halda gətirib və başlayırıq xəmirimizi yoğurmağa. Ələ yapışan, azmaz ələ yapışan xəmirimiz olmalıdır. Və üzərini örtüb xəmirimizi dinlənməyə alırıq. Hardasa yarım saatdan sonra baxın xəmirimiz artıq 2 qat olub və yumrulayıb içinə kartoşkanı qoyuruq. Bişən kartoflara duz, istiot, biraz sarı kök və biraz da yağ əlavə edib yaxşıca əzdim. Bizdə evdə uşaqlar pirajkini ən çox kartofla xoşlayırlar deyə ən çox kartofla eləyirik. Və xəmirinin üzərinə kartoflarımızı əlavə edib forma verdikdən sonra yaxşı qızmış yağda hər iki tərəfi qızarana qədər qızardırıq. Bir də onu qeyd edeyim ki, bizdə uşaqlar sobada pirajki heç sevmirlər. Ümumiyyətlə heç özüm də sevmirəm. Hələ də heç özüm də dadına baxmamışam. Yəni o dərəcədə sevmirəm. Ona görə də heç vaxt sobada eləməmişəm. Vəssalam. Siz istəsəz sobada da eləyə bilərsiniz amma. Burada da hər iki üzü qızaran pirajkilərimizi çeviririk və istədiyimiz sos və ketçupla süfrəyə veririk. Mən tomat, bir diş sarımsaq, kişniş, duz, istiotla və biraz da su ilə alandırdığım sos elədim. Hələlik.